Aha. Uşaqlar, bugünkü dərsimiz alqoritmdir. Gəlin birinci baxaq ki, alqoritm nə deməkdir? Alqoritm qarşıya qoyulmuş məqsəd üçün, məqsədə çatmaq üçün bizim yerinə yetirdiyimiz hərəkətlər ardıcıllığıdır. Alqoritm sözünün mənası ardıcıllıq verir bizə. Qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirdiyimiz sonlu sayda hərəkətlər ardıcıllığı deyirik alqoritmə. Görə bilirsən? Rahat. Alqoritm Əl-Xarazminin, özbək riyaziyyatçısı Əl-Xarazminin adı ilə bağlıdır. 800-cü illərdə yaşamışdı. Bu tarixi sizə o qədər də maraqlı deyil. Alqoritmin addımı nədir? Ümumiyyətlə, gəlin belə bir şey deyim. Mən sizə deyirəm ki, o qapını açın. Siz gedirsiniz, açarı salırsınız ora, vurursunuz, açırsınız qıfılı, sonra səhvdən aşağı eləyib qapını çəkirsiniz, açılır. Bax, bu alqoritmdir. Sizin gedib mərhələ-mərhələ açarı ora salmağınız, vurmağınız, cəftdən aşağı eləməyiniz, bu alqoritmin addımlarıdır. Aydındır? Bunlar adlanır alqoritmin addımları. Siz də o alqoritmi icra edirsiniz və onlar da olur alqoritmi. İndi siz də həmin belə deyək də, alqoritmi yerinə yetirənsiniz. Siz kimsiniz? Alqoritmi icra edən. Aydındır? Aha. Bəs deyə bilərsiniz, müəllim, mənim hər hərəkətim alqoritmdir. Necə ki, sizə vaxtilə demişdim ki, yazma, diqqətin dərsi olsun. Özdə öz çıxanı deyir, cəmaatını çıxasın, qutarırsan. Deməli, necə ki, vaxtilə demişdim ki, hər şey, hər məlumat informasiya deyil. Məlumatın informasiya olması üçün nə olmalıdır? Onun xassələri ödənməlidir. İndi də deyirəm ki, hər bir hərəkət alqoritm deyil. Hər bir hərəkətin alqoritm olması üçün onun xassələri ödənməlidir. Aydındır? Hansı xassələr? Müəyyənlik xassəsi, kütləvilik xassəsi, nəticəvilik və diskretlik xassəsi. Deməli, gəlin baxalım, alqoritm müəyyənlik xassəsində nə deyilir? Alqoritm müəyyənlik xassəsində deyir ki, hər bir alqoritm müəyyən addımlardan ibarət olmalıdır. Yəni, hər bir alqoritmin addımları müəyyən olmalıdır, birmənalı, dəqiq olmalıdır. Nə deməkdir bu? Yəni, mən sizə siz o qapını açdınız, düzdür? Mən sizə sual verəndə ki, uşaqlar, o qapını necə açdınız? Siz mənə deyə biləsiniz, müəllim, açarı saldım, vurdum, açıldı. Day deməyim, valla müəllim, birtəhər elədim, açıldı. Yəni, bilin də addımımızı bilməlisiniz necə olmalıdır. Aydındır? Eləcə də, kütləvilik xassəsinə nə deyir? Bəs o qapı açmaq metodu bütün qapılara uyğundur, məsələn. Demək olar ki, hə də, indi bəzi qapılar. Yəni, açarı salıb cəftdən aşağı edirsən. Və yaxud da, başqa nümunə deyim. Kvadrat tənliyin kökləri necə tapırsınız? Diskriminantı tapırsınız, x1, x2 tapırsınız, düzdür? Bəs indi mənə baxın. Diskriminantla, x1, x2 ilə bütün o düsturlarla bütün kvadrat tənliklərin kökünü tapa bilirsiniz. Deməli, həmin alqoritm kütləvilik xassəsini ödəyir. Yəni, o tip bütün məsələlərdə ödənilir. Aydındır. Kütləvilik xassəsi odur ki, müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır. İndi gəlin baxağın nəticəlilik xassəsi. Nəticəlilik xassəsində odur ki, bizim alqoritmimiz nəticəsi sonu olmalıdır. Yəni, bir alqoritm deyim sizə, məsələn, o qapını açmaq. Siz o qapını açdınız, dayandınız da açıldı. O açdınız, sonra təzədən nə bilim, bağladınız, yenə açdınız, bağladınız, yenə açdınız. Sonlu olmalı deyil, sonsuz olmalı deyil. Hər bir alqoritmin sonu olmalıdır. Aydındır? Bir də nədir? Diskretlik. Diskret sözün mənası nə idi? Kəsilməz. Diskretlik kəsilməz. Alqoritmin diskretlik xassəsi o deməkdir ki, hər bir addımlar var, hər bir addımın biri bitməlidir. Kəsilməlidir, sonra o birisinə keçməlisən. Məsələn, dedim gedin qapını açın, elə həminki kimi. Siz açarı saldınız, vurdunuz. Vurdunuz, axır açar dayandı da, yəni bitdi. Açarı fırlamaq mərhələsi bitdi, sonra cəftdən aşağı elədiniz. Yoxsa elə açar orada fırlaya-fırlaya siz qapını aça bilmərsiniz axı. Aydındır? Ona görə diskretlik xassəsində də deyir ki, hər bir addım, atacağımız hər bir addım, əvvəlki addım bitməlidir,
növbəti addımımız, əvvəlki addımımız bitməlidir, sonra yerinə yetirməliyik. Aydındır, siz məsələn, evdə səhər oyandınız, yeməyi yediniz, məsələn deyirəm indi, yemək yediniz, yemək yeyəndən sonra dişinizi gedib fırçalayırsınız. Yemək yeyə dişinizi fırçalamırsınız ki, və yaxud da əvvəlcə fırçalayırsınız, sonra yeyirsiniz. Yəni bir addım bitir, sonra o birisi keçir. Bu da diskretlik xassəsidir. Bir də bir şey deyim, müəyyənlik xassəsinə bəzən determinlik xassəsi də deyilir. Determinlik xassəsi. Bax elə, determinlik xassəsi müəyyənlik xassəsi deməkdir. Aydındır. Uşaqlar, 4 dənə xassəmiz hansı oldu? Müəyyənlik, kütləvlik, nəticəvlik, diskretlik. Bunlara elə tərif verə bilərsiniz hamısına. Algoritmin xassələri dedik. Hərəsinə öz tərif verə bilərsən. Nə deməkdir? Kütləvlik xassəsi nə deməkdir Elvira? Nə? Anlayışlı xassəsi demirəm, informasiyanın kütləvlik xassəsi. Nə deməkdir? Tiplər üçün yararlıdır. Bütün o tipdən olan bütün məsələlər üçün işləsin. Yəni bir algoritm qururuqsa, o tək bir dənəsinin həllinə kömək eləməsin. Diskriminantı yadıma sal. Diskriminantla bütün kvadrat tənliklərin kökünü tapa bilirik. Bəli. Müəyyənlik xassəsi nədir? Dəqiq bir mənalı olmalıdır. Yəni hər biri atdığınız addım dəqiq olmalıdır. Nəticəvlik xassəsi odur ki, hər bir algoritmin nəticəsi olmalıdır. Diskretlik xassəsi odur ki, bəli, hər bir algoritmin biri bitməlidir, daha sonra bir addım bitməlidir, sonra o birisinə keçməlisən. Bunlar oldu algoritmin xassələri. Bəs algoritmin təqdim edilmə üsulları hansılardır? Yəni algoritmi bizə təqdim olunan zaman hansı üsullarla təqdim oluna bilər? 3 cürdür. Sözləm, qrafik və proqramlaşdırma. Görə bilirsən? Algoritm bizə təqdim oluna bilər sözlə, qrafiklə, yəni blok sxemlə və proqramlaşdırma dilində. Sözlə təsvir ən sadə təsvirdir. Ən sadə təsvir üsuludur. Məsələn, deyirəm ki, o misalı həll eləmək üçün birinci nə bilim sahəsini tap, sonra perimetrini tap. Dillə deyirik. Bədii dil, təbii dillə. Sözlə təsvir ən sadədir. Bax məsələn, sözlə təsvir deyir ki, düzbucaqlının sahəsini tapır da. Deyir A və B ədədlərini daxil elə. A ilə B-ni vur. Yəni şifahi deyir. Sözlə təsvir ən sadə təqdim edilmə üsuludur. Uşaqlar, indi bax burada nədir? Burada artıq şəkillə təsvir. Bax, nə isə su ilə nə isə qatır, qarışdırır, qaba tökür, bişirir. Bu şəkillə. Şəkillə olanda nə olacaq? Algoritmin hansı? Bəli, qrafik. Grafikin ən geniş yayılmışı da hansıdır? Blok sxem. İndi blok sxem nədir? Göstərəcəm. Algoritmlə hansı blok sxemlərdən istifadə olunur? Deyəcəm. Oval. Oval algoritmin başlanğıcı və ya sonu deməkdir. Yəni, biz hər hansı bir algoritm başlayanda birinci çəkəcəyik belə, ən axırda da gəlib bir dənə də belə çəkəcəyik. Bura başlanğıc yazacağıq, burada son yazacağıq. Aydındır. Heç indiyə kimi algoritm görmüsünüz? İşləmisiniz? Algoritmin başlanğıcı və ya sonu deməkdir. Paraleloqram. Verilənləri daxil olunması və ya çap olunması, yəni əks etdirilməsi. Ya daxil eləyə bilir, ya da çıxarda bilir paraleloqramı. Bir-bir göstərəcəm. Düzbucaqlı, hesab əməl blok. Yəni, hesablama işləri, məsələn, baxın, gəlin quralım. Bura başlanğıc yazaq. Elə bilin ki, bu yuxarıya indi başlanğıc yazmışam. Onun için. Burada gəlin sahəni hesablayaq. Düzbucaqlının sahəsini. Bura AB yazıram.
A ilə B ədədlərini yəni daxil edəcəm. Sən istəyirsən A-ya 5 ver, B-yə 4. İndi mən də yazıram ki, S bərabərdir A vur B. Bax, ədədləri daxil eləmək bloku budur. Bu nədir? Hesablama bloku. Burada hesablayıram. A-nı B-yə yazada burada vururum. Bu da şərt blokudur. İndi deyirəm ki, məsələn, S-imiz, sahəmiz 30-dan böyükdür. Sualı qoymuram. Bunu yazıram. Burada şərt blokudur. Öz-özünə sual verir. Deyir, S 30-dan böyükdür. Bunun da 2 dənə qolu olur. Hə və yox. Hə olanda başqa əməliyyat yerinə yetiririk. Yox olanda başqa əməliyyat. Ayrı-ayrı. Aydındır. Bu romb da nədir? Şərt bloku. Düzbucaqlı hesab bloku, paralelogramda verilənlərin giriş, daxil edilməsi və ya da xaric edilməsi. Bu xəttlərdir, aralarında qoyuruq. Belə-belə istifadə edirik. Bu isə kağız üzərində çap blokudur. Yəni print eləyir bu da. Printer kimi yaza bilirik. Yəni çapa verir də, sonda yaza bilirik. Bu da ki, modifikasiyalı dövrdür. Sizə lazım deyil. Lazım olsa göstərəcəm. İndi bu dediklərimin hamısını bir-bir sizə göstərəcəm. Uşaqlar, indi proqramlaşdırma dilində təsvir nədir? Proqramlaşdırma dilində təsvir nədir sizcə? Necə yəni ifadə etmək? Bəli. Proqramlaşdırma dilində təsvir verilən alqoritmi proqramlaşdırma dilində yazmaqdır. Məsələn, Pythondan yazmaq. Aydındır. Odur. Proqramlaşdırma dilində təsvir. Yəni, verilən blok sistemi çevirik hansı dildə yazılır? Python dilində. Bu da olur proqramlaşdırma dilində təsvir. Aha, indi gəlin baxalım. Gəlin baxalım. Aşağıda bir neçə nümunələrə. Uşaqlar, burada alqoritmin növləri var. Alqoritmin növlərini hələ keçmirəm. Gəlin sizlə alqoritm haqqında biraz danışalım. Gəlin indi sizlə bir neçə şeylər öyrənək. Alqoritmlər. Alqoritm nədir? Uşaqlar, alqoritmdə bax, A bərabərdir 3 yazıram. B bərabərdir 2 yazıram. İndi deyirəm ki, P bərabərdir A plus B. P-nin sondakı qiyməti nə olacaq? Nə olacaq? 5. P bərabər olur 5. Düzdür. İndi yazıram. A bərabərdir 3. B bərabərdir 2. A bərabərdir A plus 1. P də bərabərdir A plus B. A-nın burada qiyməti nə olacaq? 4. Elvira. A 3, B 2. Burada 3. A olur sonda nə? 4. 4 üstə 1, 2. Nə oldu? 6. Siz nə demişdiniz? Mən P-nin qiymətini soruşdum. P oldu 6. Baxın. A burada 3 idi. Burada 3 üstə gəl bir A oldu 4. Bu qiyməti yaddan çıxartdı. Aydındır. İndi A bərabərdir 3. A bərabərdir 4. A bərabərdir 7. A'nın qiyməti nə olur? 7. Bunların hamısı gedir. Aydındır. İndi sizə deyirəm ki, A-nın 2 dənə qiyməti verilib. A bərabərdir 2, B bərabərdir 4. Gəlin düzbucaqlının sahəsini hesablayaq. Alqoritm olağın alqoritmi. Bura başlanğıcdır. Bu bayaqki oval var idi ha. Bax, yazıram. Başlanğıc. Düşürəm aşağı. Mən nə etməliyəm? Daxil etmə bloku qoymalıyam, elə? Daxil etmə bloku. Paralelogram. Nə yazıram bura? A, B. Bir dənə də ox. Ox istiqamətini göstərir. Yəni bura get də, bunu elə. Bir dənə də çəkirəm bunu belə. Daha doğrusu yox. Bunu çəkmirəm. Bunu silək. Burada mən çəkdiyim nə olur? Düzbucaqlı, bəli.
Burada düzbucaqlı çəkirəm. Yazıram S bərabərdir A vurulsun B. Aydındır? Burada A plus B yazmışsın. A yox, A vergül B. Buradan da çap eləmək üçün nə yazıram? Məsələn, S-i çap eləmək istəyirəm. Bax elə belə də ya. Belə. Bu da çap. Bu həm girişli paraleloqram, həm də çıxış. S-i yazıram, çıxış. Sonunda da bir dənə oval, içinə də yazıram son. Bax, düzbucaqlının sahəsinin hesablanması alqoritmi. İndi. Bura kimi. Başa düşdünüz? Gəlin indi sizlə bir neçə məsələlərə baxalım. Bax, yazıram ki, A plus B bölünsün A minus C. Bunu alqoritm formasında necə yaza bilərəm? Yazıram belə. A plus B bölünsün A minus C. Düzdür. Bəs A üstə gəlinsin B çıxılsın nə bilim D. Bəs bu necə yazılır? Bunu çevirəndə necə? Bu bölmə işarəsidir. Bəs bunu çevirəndə necə çevirəcəm? Kəsirəm. D. Aha. Görsən. A üstə gəlinsin. B bölünsün C. Çıxılsın D. Baxın bu formada olur. Burada mötərizə yoxdur. Əməllər ardıcılığı bilirsə vurma, bölmə, toplama, çıxma. İndi məsələn yazıram ki 2x çıxılsın y üstə gəlinsin C bölünsün D vurulsun, daha doğrusu məsələn çıxılsın yenə də y bölünsün 2 üstə gəlinsin 5. 2 üstə gəlinsin 5 deməyək, y üstə gəlinsin 2 bölünsün x. Üstə gəlinsin x. Bunu necə yazacaq? Yazın, dəftərinizə yazın. Yazın dəftərinizə. Tez. Səhvdir Elvira. Elvira. Burada mötərizə var. Bax. 2x minus y mötərizənin içində. Üstə gəlinsin. C bölünsün D. Çıxılsın. Y bölünsün 2. Üstə gəlinsin x. Düz deyil, səhvdir. Sən yazdığın səhvdir. Aydındır. İndi keçsək koderaya baxsaq, burada bir neçə bu tipdə nümunələr görəcəyik. Bunları o formada işləyərsiniz. Alqoritmin təsvir formalarından danışdıq. İndi keçəyin alqoritmin növlərinə. Uşaqlar, alqoritmin hansı növləri var? Xətti budaqlanan dövr alqoritmlər. Xətti budaqlanan dövr alqoritmlər nə deməkdir? Alqoritm biri var, bir düz xətt üzrə hərəkət verək, yazaq. Yəni bizə necə verilibsə o formada. Biri var, şərtimiz olsun. Biri də var, dövr eləyək. Bir-iki dəfə fırlayaq, sonra tapaq. Gəlin baxalım, xətti budaqlanan dövrü nədir? Alqoritmin neçə növ var? Xətti budaqlanan dövrü. 3 növ var. Xətti alqoritmlər. Alqoritmdə hərəkətlər yazıldıqları ardıcıllıqla icra olunursa, belə alqoritmə xətti alqoritm deyilir. Məsələn, baxın, blok sistemi qurub belə bir düz xətt üzrə hərəkət edir.
A-nı B-ni daxil eləmişik. Hə. S bərabərdir A vurasın B. S-i çap eləyirsən. Bayaq yazdım. Burada nə isə fırlanıb eləyir sağa sola. Yox. Bu xətti alqoritmdir. Xətti alqoritmdə heç vaxt hansı fiqur olmur uşaqlar? Şərt bloku. Romb. Heç vaxt romb olmur. Aydındır, baxın. Rombdan istifadə olunmur. İndi gəlin yaxşı budaqlanan alqoritmə baxaq. Budaqlanan alqoritmə mən sizə bir nümunəsini deyim, sonra baxaq. Deyirəm ki, yuxudan oyandınız. Yuxudan oyandınız. Əgər yağış yağırsa, məktəbə getmə. Yağış yağırsa məktəbə getmə. Əks halda get. İndi mən sual verirəm də, sizin sualınız necə olacaq onda? Yağış yağır. Hə, məktəbə getmə. Neyinə yat? Yağış yağır, hə. Neyinə məktəbə getmə yat? Yox, məktəbə get. İndi baxın. Burada sual hissəsi burada yazılır. Bax, yağış yağır. Sual verirsən. Hə, bura nə yazırıq? Yat. Yağış yağırsa yatda da istirahət edir. Yox. Yağış yağmırsa nə edirsən? Məktəbə gedirsən. Elvira, yağış yağmır, yatma. Məktəbə gedirsən. Aydındır. Budaqlanma oldu, bax. Asılıdır şərtdən. Hə, yox. Bu olur budaqlanma. Aydındır. Bu adlanır alqoritmimizin budaqlanması. Budaqlanma nədir? Şərtdən asılı olaraq alqoritmin icra olunmasıdır. Budaqlanan alqoritmdə hökmən nədən istifadə olunur? Şərt blokunda. Bəli. Dövrdə də istifadə olunur, bundadır. Tək istifadə olunmadığı xəttidədir. İndi gəlin bir neçə nümunələrə baxalım. Bax, i-ni verib 10. Əslində bax, bir şey deyim. i bərabərdir 10 yazılıb. Bunu bunda yaza bilər? Yox. Bunu nədə yazmalıdır? Düz buzaqlıda. Aydındır. Hesab blokunda. Tək i-nin özün yazsaydı, onda paralelogramda yaza bilərdi. Amma i bərabərdir 10 yazırsa, bunu hesab blokunda yazmalıdır. Aydındır. Bunu bilin. İndi i bərabərdir 10. i kiçikdir 0-dan. 10 kiçikdir 0-dan sual verir. Yox. Gəlirəm buranı. i bərabərdir. i çıx 5. i'm neçə idi? 10. 10-dan çıxıram 5-i. i'm neçə olur? 5. Gəlirəm burada 5-i çap edirəm. Bu alqoritmin nəticəsi nə olur? 5. Aydındır. Gəlin başqa nümunələri yazım sizə. Deyirəm ki, yazaq. A bərabərdir 3, B bərabərdir 7. Burada bir dənə başlanğıc qurmalıyıq əslində. İndi bir dənə şərt bloku çəkirəm. Deyirəm, A böyükdür B-dən. Yox. Hə. İndi hə olsa deyirəm ki, A bərabərdir A plus B-yə. Yox olsa deyirəm, B bərabərdir, məsələn, B çıxılsın A-ya. Bunları da gətirirəm, axırda çapa verirəm. Nəyi çapa verim gəl? A-la B-nin 2 qiymətinin ikisini. Burada bir dənə son yazıram. Bu alqoritmin sonda nə alınır? Bax, A 3-dür, B 7-dir. Düzdür? İndi bizdə nə edir? 3 ilə 7-ni müqayisə edir. 3 böyükdür 7-dən? Yox.
Onda B nəyə bərabərdir? B bərabərdir. B çıxa 7 çıxılsın 3-ə. B nə olur? 4. B'nin qiyməti burada nə olur? 4. A'nın qiyməti nə olur? Elə birinci nə verilmişdi? 3. Burada dəyişmədi də. Dəyişsəydi onu yazardıq. Dəyişməyib A nə qaldı? 3. Deməli 3 ilə 4 çap olur bizə. Alqoritmimizin qiyməti 3 ilə 4 olur. Eləcə də başqasına baxaq. A bərabərdir x deyək. X bərabərdir. Çox yaxşı x dedik. Deyirəm ki, x bərabərdir 8, y bərabərdir, məsələn, 4. Bir şərt bloku. Bunu çəkək kvadratda, bu hesab blokudur. Burada bir şərt veririk. X böyükdür y-dən, böyük bərabərdir y-dən. Həm, bura yox yazaq, burada hə yazaq. Yox, onda x bərabərdir, x çıxılsın y. Burada da yazıram. Y bərabərdir, y çıxılsın x. Bir də yazıram. X da bərabərdir. X çıxılsın y. Sonu da x ilə y-in qiymətlərini çap edirəm. İndi burada bir son yazıram. Mənə baxın. Burada nə olacaq cavab? 4 -4. Baxaq Elvira. X-imiz neçədir? 8. 8 böyük bərabərdir 4-dən. 4 böyükdür. 8 böyükdür. 8 böyükdür 4-dən. Hə. Onda y nəyə bərabərdir? 8 çıxılsın 4-ə. Yəni y-imiz nə oldu? 4. X-imiz nədir? 4 çıxılsın nə? Y-imiz neçə oldu? 4 oldu da burada. Bəli. Gördün? Y-imiz 4 oldu burada. Ona görə yazıram 4 çıxılsın 4. Y-imiz olur nə? X-imiz olur nə? 0. Burada çap olunur. Y-in 4 qiyməti, X-in də 0 qiyməti. Aydındır. Bu adlanır budaqlanan algoritm. Gəlin indi sonuncusu qaldı. Dövrə algoritm. Gəlin görəyim bəs o nədir? Budaqlanan algoritmdə 2 növ var. Tam formalı budaqlanan, bir də natamam formalı. Yəni, 2 qolunun ikisi də varsa, hə, yox, onda budur. Yox, biri varsa, onda natamam budaqlanandır. Aydındır. İndi burada əgər onda əks halda qaydası var. Bunu gələn dəfəyə deyərəm sizə. Vaxtımız az qalıb. Gələn dəfəyə deyəcəm sizə bu necədir. Necə işləyir. Gəlin, baxağın dövrə algoritmlərə. Uşaqlar, dövrə algoritmlər təkrar yerinə yetirilə bilən algoritmlərdir. Yəni, fırlanır, təzdən bir də gedir, həll olunur. Fırlanır, axırda bir dəfə şərt ödəmir, çıxır. Dövrə algoritmlər 2 cür yaranır. Şərtlə, bir də sayğacla. Sayğacla biz baxmırıq, biz baxırıq şərtlə olanlarına. Dövrə algoritmlər, belə deyirik, algoritmin əməliyyatların çoxlu sayda təkrarlanmasına deyilir. Təkrarlanıb yerinə yetirilməsinə deyilir. 3 hissədən ibarət olur. Başlatma, şərt, gövdə, indi onları deyəcəm sizə. Gəlin dövrə algoritmə birinci belə bir şey deyək. Baxın, bayaqki kimi nəyi görürsünüz? Hə qolu, yox qolu, düzdür? Belə budaqlanmaya oxşayır da, düzdür? Bir dənə fərqi nədir? Burada gəlir, fikir verirsiniz, hə olur, gəlir, hesab blokunda istifadə olunur, hesablama. Sonra fırlanır, təzdən bir də gedir, bir də gəlir. Nə vaxta kimi? Yoxa gedənə kimi. Necə? Siz onu bilin ki, dövrə algoritmlər neçə yerə bölünür özü də? 2 yerə. Ön şərtli, baş şərt birinci gəlir. Gövdədən birinci gəlir, hesablamalar. Ön şərtli, bir də son şərtli, bax, şərt gövdədən sonra gəlir. Şərt gövdədən birinci gələndə nə deyirik? Ön şərtli.
Şərt gövdədən sonra gələndə nə deyirik? Son şərt. Son şərtli. Aydındır. İndi gəlin baxaq nümunələrə. A bərabərdir 1. B bərabərdir 2. B kiçikdir 9-dan. 2 kiçikdir 9-dan. Bax yazıram. 2 kiçikdir 9-dan. Hə. Nə edirəm indi? Düşürəm aşağı. B nəyə bərabərdir? B plus 5'ə. B'miz neçə idi? 2. 7. A'mız nəyə bərabərdir? A vurulsun 3'ə. A'mız 1 idi. Vurdum 3'ə oldu 3. Sonra görək xəttlara gedir. Bax xətt gəlir. Buradan təzədən qayıdır bura. Deyir yenə gəlir bura xəttimiz. Bax. Buradan çıxır fırlanır. Gəlir bura. İndi nə deyir yenə? Deyir yenə B'ni yoxlar. B'miz neçə oldu? 7. 7. İndi 7'ni yoxlayım. 7 kiçik 9'dan. Hə. B'miz onda neçə olur? 7 üstə 5, 12. B'miz olur 7, üstə gəlsin 5. Başa düşürsən? A'mız nə olur? 3. A'mız da olur Elvira. 3 vurulsun 3. Bax A vurulsun 3'ə. A'mız 3 idi. Vurdum 3'ə oldu 9. İndi mən gəlirəm yenidən bax. Buradan gəlirəm bura. Yenə nə edirəm? B kiçikdir 9'dan. B'miz nə oldu? 12. 12 kiçikdir 9'dan. Yox. Ay yox yazıram. Yox. Nədir? Çapa verirəm. B-nin A'nı çapa verirəm. Alınır B'nin qiymətini alınır 12, A'nın qiyməti 9. Aydındır. Bax gördün fırlandı. Neçədən fırlandı? Bax 1, 2. Deməli bizim dövrümüz 2 dəfə yerinə yetirildi. Bu adlanır dövrü alqoritm. Aydındır uşaqlar. Evdə bu hissəni oxuyursunuz kitabla. Atacağım indi PDF-ini.